al. Uşaq çox narahatdır. Rahat yata bilmir. Salam. Salam. Səncə kömək edə bilərəm? Evdə uşağın bezi qutarıb çox narahatdır. Sık medo bezlərini məsləhət görürəm. Çünki indiyə kimi heç bir şikayət olmuyor. Çox satılan məhsullardır. Elə budur. Buyurun. Predo uşaq bezləri mayini özünə oxturaraq saatlarla uşaqların dərisini quru saxlayar. Uşağınız isə səhərə qədər rahat yatar. Analar gülsün, balalar xoşbəxt büyüsün. Qonşu, sənə əla xəbərim var. Möhtəşəm Qonşun qazansın lotereyası başlayır. 1 mart 30 aprel tarixlərində oba marketlərdən 20 manatlıq alış-verişin lotereyada iştirak etmək şansı qazan. Qəbzdəki QR kodu oxut, açılan səhifədə ad, soyad, ata adı, fin kodu, doğum tarixi və mobil nömrəni yaz. Qeydiyyatı tamamla. Şanslarını izləmək üçün isə oba market mobil tədbiqini yükləməyi kifayətdir. Qaliblər canlı yayında seçiləcək. Odur ki, tələs. Okuduğu mahnıları səsinin nəfis tellərinə biçilən Respublikanın əməkdar artisti Mətanət İskəndərli Heydər Əliyev sarayında. Qayıdaq o illərə. Sənətkarın Gəl Qayıdaq o illər adlı möhtəşəm konsert proqramına dəvətlisiz. Qaranlığı solduran, ümidlərə işıq saçan, xatirələrə qanad açan nəğmələr. Eşq ateşi, nə eşq gözüdür. Onun adı... Mənim adım eşq, sevgimdən doydum. May ayının 6-sı saat 20-də sevilməyi bacaran Mətanət İskəndərli ilə hər mahnısı bir tarix yaşadan görüşə tələsin. Sevdirə bilmədim, özümü sənə. Konsertin aparıcısı Salih Bağırov. Biletləri sarayın kassalarından və iTicket Az saytından əldə edə bilərsiniz. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Sən maksimumdadır, sıfır şəkəri seçirsən və birdən özünü ulduz kimi hiss edirsən, anama salamlar. Şəkəri yoxdur, amma sevəni çoxdur. Hə, elədir. Həm dadlıdır, həm də sərinləşdirir. Bu sadəcə Pepsi Zero'dur, amma dadı epikdir. Pepsi Zero Sugar, epik seçim. Möcüzələr öz üzlüyündə baş vermir. Əsl səbəbkarı özümüzük. Səhər, gündüz, axşam. Özümüzə və doğmalarımıza qayğı göstərməyi sevirik. Kuda, ürəyimizdə hər kəsə yer olanda. Baharın təravətini hiss et. Yenilənmənin dadını çıxar. İndi Salitondan məişət və elektronika məhsullarını ilkin ödənişsiz 20 ayədək faizsiz və nağd qiyməti 6 aya bölmə imkanı ilə əldə et. Yazın enerjisi ilə ehtiyac duyduğun hər şey sənə daha yaxın. Saliton, telefon 180 və rəsmi sayt saliton.az. Telemekanın ən baxımlı gün orta şousu Qonaq Canlı yenə görüşünüzə gəlir. Dəyərli Qonaq Canlı tamaşaçıları xoş gördük hər birinizi. Sevilən müğənni Nazənini möhtəşəm klipi ilə gözləyirdik. Amma sən demə, o bu yeni işin təqdimatından imtina eləyib. Səbəbini özü canlı yayımda açıqlayacaq. Efirlərdə az-az görünən müğənni Vüqar Muradovu da Qonaq Canlıya dəvət eləmişik. Qoy həm bu məsələyə aydınlıq gətirsin, həm də sevilən ifalarını səsləndirsin. Müğənni İlkin Fuad da uzun fasilədən sonra özəl açıqlamalarıyla yenidən efirlərə qayıdır. Qonaq Canlı bugün 13:50-də Xəzərdə. Yayının sponsorları Angilor Boğa Sprey, Slavyanka suları.
İncəsənət adamları iki hissəyə ayrılır. Daha çox sənət arxasınca gedənlər, bir də qazanc güdənlər. Xəzər axşamının bu qonaqları musiqi mövzusunda yaman həssasdılar. Hər mahnıya müraciət etmirlər. Onlar üçün sənət hər şeydən öndə gəlir. Əməkdar artistlər Aytən Məhərrəmova, Zaur Əmiraslanov, Dönmərəm bu yoldan, affetmərəm xandan. müğənni Amil Həsənoğlu və peşəkar qarmon ifaçısı Ramin Hüseynovla bu barədə söhbət eləyəcəyik. Xəzər axşamı bu axşam 18:20-də Xəzərdə. Proqramın baş sponsoru Abşeron Ticarət Mərkəzi, xüsusi sponsor Azərlatedeya, Bizim Ev Mebel Şəhəri, İdə Parfüm və hemoroya qarşı Presto Gel. Meyxanaçılar meydana çıxdı. Kim kimə X qoyacaq? Kim kimi çərçivəyə salacaq? Açılan qablarda qafiyələr də açıqdır. Adam var ki varlığı yoxluqdur. Adam da var yoxluğu var kimidir. Bu yarışda söz sözü gətirir. Bir mənə bax, bir damının boyuna. Yarımçıq çəkilmiş hasar kimidir. Yarımçıq çəkilmiş hasar kimidir. Yaxşı söz isə qalibiyyəti. Başma dönüm, bura yerin değil senin. Seninle kim eləyib zarafat gel bura. Seninle kim eləyib zarafat gel bura. Sükut pozuldu. Çox yaxşı mənada bir-birinizin payını verdiniz. Məncə çox danışmayaq. Gözlər meydanda, sözlər onlarda. Bakıda olmağın o qədər rahatdır. Elə ki önündə xalat gel bura. Sükut oyunu, sözsüləşmə. Burada belə bir söhbət gedə bilməz. 26 aprel 23:15-də Xəzərdə. Mayın 15-i opera studiyasında Azərbaycan cazının tarixi və ənənəsi Rafiq Babayevin xatirə gecəsi baş tutacaq. Maestronun zəngin yaradıcılıq inciləri ilə dolu gecənin bir parçası olur. Biletləri itiket.az saytı və şəhərin kassalarından əldə edə bilərsiniz. Gecələr əlvida.